Nə qədər müsəlmanlar var ki, Ramazan gəlsin siqareti tərk edəcəm. Ramazan gəlsin münkər əməllərə son qoyacam. Ramazan gəlsin. Vallahi elə əməl eləyən müsəlmanlar var ki, biz əməllərin qeyd eləmirik, lakin çox münkər əməllərdir. Ramazanı gözləyirlər ki, Allah onları yetişdirsin, son qoysunlar. Yetişmirsən, son qoy vallahi. Ya bəği şər. Allah nə Peyğəmbər sallallahu əleyhi və səlləm ey şər istəyən, əqsir son qoy. Vəssalam, xitam elə, bəsdir. İslah elə özünü Ramazanda. Məktəbdir, daxil olmusan, gözəl oxu, gözəl istifadə elə, müəllimlərin sözünə qulaq as, qiymətlərin yüksək olsun. Niyə görə? Allah qatında nicat tapasan deyə. Lakin oxumasan yaxşı, burada 2 alanda orada cəza alacaq adam. Orada nəsə 2 ilə, 3 ilə, 5 ilə nəsə bir təhər çıxır. Orada elə deyil vallahi. Orada yevme yefirrul mer'u min ahi. Allah Teala deyir ki, o gün qaçacaq insan qardaşından və ummihi və əbih. Anasından, atasından və sahibetihi və bəni. Yoldaşından, həyat yoldaşından, evladlarından. Hətta başqa ayədə ki, və mən fil ardı cəmiən. Yerdə olanların hamısından. Sümmə yunci. Tək birdən mən xilas olum deyə. Gəl, həm də Allah bizi yetişdirib qardaşlar Ramazana. Rəhmətini yaxınlaşdırıb, xeyri istəyib bizə. İstəyib ki, bizi bağışlasın. İstəyib ki, dərəcələrimizi qaldırsın.